Ayrı-ayrı şəxslərin dindarlar adından çıxış etməyə, onların səs vermədə iştirak etməyəcəkləri və seçkiləri boykot edəcəkləri haqqında bəyanat verməyə nə mənəvi, nə də hüquqi haqqı var. Dini qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Milli Məclisə keçiriləcək növbəti seçkilər yaxınlaşdıqca bəzi idarələr dindarlar adından siyasi bəyanatlar verməsi yol verilməzdir. Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bəzi dairələrin dindarlar adından çıxış etməsi və bəyanatlar verməsi etirazlar doğurur. Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmailov bildirdi ki, ayrı-ayrı şəxslərin dindarlar adından çıxış etməyə, onların səs vermədə iştirak etməyəcəkləri və seçkiləri boykot edəcəkləri haqqında bəyanat verməyə nə mənəvi, nə də hüquqi haqqı var. Bu kimi fikirlər cəmiyyətdə ajotaj yaratmaq, ictimai rəyi çaşdırmaq kimi çirkin məqsəd güdür. Dindar seçicilərlə bağlı populist ifadələr işlədən şəxslər daha çox kənarda təhsil almış, kənar qruplarla bu və ya digər şəkildə əlaqəsi olan, dini siyasiləşdirmək cəhdində göstərən şəxslərdir. Sədr müavini bildirdi ki, Respublikamızda fəaliyyət göstərən dini icma və qurumlar seçki prosesində yaxından iştirak etməklə özlərinin vətəndaşlıq borcunu yerinə yetirəcək. Azərbaycan dövləti bütün sahələrdə uğurla inkişaf edir və seçicilər inkişafa, rifaha, sabitliyə səs verəcəklər. Firuzə Qurbanlı, Namiq Sadıqov, Carçı.